Dovğa hazırlayarkən necə bişirək ki, çürüməsin? Əvvəlcə 3 litr qatıq götürmüşəm. Çırpıcı ilə yaxşıca çalıram ki, içərisində düyünləri qalmasın. Mən dovğaya su əvəzi süd əlavə edirəm. 1 stəkan yarım soyuq südü də əlavə edib qarışdırıram. 2 ədəd yumurtaya 1 yemək qaşığı un, 2 yemək qaşığı da əvvəlcədən yuduğum yumru düyünü əlavə edib qarışdırıram. Dovğanı hazırlayarkən içərisində yumurta və un onun çürüməsinin qarşısını alır. Çaldığım qarışımı qatığın içərisinə əlavə edib çırpıcı ilə çalıram. Qazın üzərinə yerləşdirib qazın orta temperaturunda bulayaraq bişirirəm. İçərisindəki düyü yumşaldıqda göyərtini əlavə edəcəm. Dovğa bişirərkən qatığa süd qatdıqda sonradan daha şirin olur. Turş olmur. Keşniş, şüd, dağ kişnişi, ağ reyhan, yarpız, nanə və ispanağı xırda-xırda doğramışam. Göyərtini az-az əlavə edib qarışdırıram. Göyərtini əlavə etdikdən sonra, qaynara düşəndən sonra 2-3 dəqiqə ərzində bulayıb dovğanı ocaqdan götürəcəm. Hazır dovğanı ocaqdan götürüb kənarda içərisinə 2 çay qaşığı duz əlavə edib qarışdırıram. Soyuyanacan 1-2 dəfə kənarda bulamaq lazımdır. Gördüyünüz kimi asan üsulla çürüməyən çox ləzzətli dovğa alındı. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Hazırlayacaq olanlara nuş olsun.